Həbsdə olan müxalifət lideri Əli Kərimli Əliyevin və onun DTX-sının son şouları ilə bağlı mesaj göndərərək münasibət bildirib. İndi onu sizə çatdıracağım, amma buna qədər diktatorların öz hakimiyyətləri üçün necə əndişələndikləri, hakimiyyət mövzusunu necə müqəddəsləşdirdikləri və bütün müzakirələri qapalı saxlamaq üçün kriminallaşdırmaq ehtiraslarını yüngülvarı şərh edəcəm. Diktatorlar qorxunun səhnələşdirilməsinə, diktaturalarda çevriliş tamaşaları qurmağa nədən bu qədər yerikliyirlər? Diktatura rejimlərinin tarixi bu qəribə təkrarla sürülür. Vaxtaşırı dövlət çevrilişi planları dırnaqarası ifşa olunur, xəyanətkar şəbəkələr aşkarlanır, ardınca isə səsküylü həbslər başlayır. Sanki eyni ssenari fərqli ölkələrdə, fərqli adlarla, amma eyni məqsədlərlə yenidən səhnəyə qoyulur. Bu hadisələr bəzən real təhlükə kimi təqdim edilsə də, əksər hallarda onların arxasında siyasi hesablar dayanır. Xain, poflu olar məsəlində olduğu kimi. Diktatura üçün hakimiyyət sadəcə idarə etmə deyil, varlıq məsələsidir. Belə rejimlər xalqın sərbəst seçiminə deyil, qorxu və nəzarət mexanizmlərinə söykənir. Çevriliş cəhdi ittihamı isə bu mexanizmlərin ən təsirli alətlərindən biridir. Hakimiyyət bu bəhanə ilə siyasi rəqibləri, müstəqil düşünən insanları və potensial narazı qrupları aradan götürmək üçün hüquqi və ideoloji zəmin yaradır. Bu cür kampaniyaların başqa bir mühüm funksiyası cəmiyyətə mesaj verməkdir. Mesaj sadə və sərtdir. Hakimiyyətə qarşı çıxmaq təhlükəlidir. Kütləvi həbslər və ittihamlar təkcə konkret şəxsləri hədəfə almır. Bütöv cəmiyyət üçün psixoloji təsir vasitəsinə çevrilir. İnsanlar özlərini qorumaq üçün susmağa, pasiv qalmağa üstünlük verir. Susqunluq isə diktatura üçün ən rahat idarə etmə mühitidir. Çevriliş şovları çox vaxt ölkədəki real problemləri kölgədə qoymaq üçün də istifadə olunur. İqtisadi çətinliklər, sosial narazılıq və ya idarə etmədə böhran dərinləşdikcə, hakimiyyət diqqəti başqa istiqamətlərə yönəltməyə çalışır. Daxili düşmən və ya xarici qüvvələrin planı mövzusu, ictimai narazılığı parçalamaq və hakimiyyəti sabitliyin qoruyucusu kimi təqdim etmək üçün əlverişli vasitəyə çevrilir. Diktator rejimlər üçün təhlükə yalnız cəmiyyətdən gəlmir. Hakimiyyət daxilində, orduda, təhlükəsizlik strukturlarında və siyasi elitalar arasında potensial rəqiblər hər zaman mövcud olur. Buna görə də çevriliş ittihamları tez-tez daxili təmizləmə alətinə də çevrilir. Bu elitalara açıq xəbərdarlıqdır, sədaqət mütləqdir, alternativ mövqe isə təhlükəlidir. Propaganda akkumulatoru kimi nəzərdə tutduqları hədyanlar da var. Belə kampaniyalar eyni zamanda güclü propaganda materialına çevrilir. Dövlət mediası bu hadisələri dramatik şəkildə təqdim edir, hakimiyyəti isə ölkəni xaosdan xilas edən qüvvə kimi göstərir. Qorxu ilə təhlükəsizlik arasında süni seçim yaradılır və cəmiyyətin bir hissəsi sərt idarə etməni zəruri hesab etməyə başlayır. Amma və lakin qorxu üzərində qurulan hakimiyyət qısa müddətdə sabitlik görüntüsü yarada bilər. Lakin uzun müddətli perspektivdə bu siyasət cəmiyyətin etimadını dağıdır, dövlət institutlarını zəiflədir və ölkəni daha dərin siyasi böhranlara sürüklüyür. Çünki qorxu üzərində qurulan sistemlər güclü görünsə də dayanıqlı olmur. Bütün bunlar onlar üçün həm də zərurət kimidir. Məsələ burasındadır ki, diktaturaları rədd etməyin başqa yolu olmur. Hakimiyyət dəyişikliyi üçün başqa, o cümlədən hüquqi yolları qapadan rejimlər diktatura adlanır. Normal potensialı olan, ictimai qürur mexanizmi məhv edilən bütün cəmiyyətlərin diktaturaları devirmək haqqı təbiidir və zəruridir. Azərbaycanda diktaturanın dozasının ölçüsü varmı? Əlbəttə, çoxlu ölçülər var. Onlardan birini deyəsən bugün Meydan TV yazmışdı, amma düşünürəm ki, bir qədər yumşaq diaqnozuydu. Azərbaycan ailələrinin 10%-i bütün sərvətlərin 58%-nə sahibdir. İddia edirəm ki, ikinci rəqəm 90% civarındadır. Bu, həm də o deməkdir ki, Azərbaycan diktaturası tamamilə ideyasız, məsləksiz rejimdir və yalnız kütləvi qarət üzərində bərqərardır. Yəni, hörmətli Azərbaycanlılar, qəti qaçacaq yeriniz yoxdur. Bu ailə diktaturasının azğınlığına sizdən başqa kimsə
son verməyəcək. Oradakı rejim də bunu bilir. Dövlət çevrilişi xoxanını da ona görə tez-tez cəmiyyətə lənətlə təqdim edir. Azərbaycanda bütün seçkilərdə dövlət çevrilişi və dövlət hakimiyyətinin qəsb edilməsi faktı baş verir. Hamı əmin olsun ki, Azərbaycandakı rejimin legitimliyi zor faktı üzərindədir. Hüquqi və siyasi legitimliyi isə yoxdur. Diktatorlar mütləq devriləcəklərini bildikləri üçün dövlət çevrilişi şousunu həm toplumu qorxutmaq üçün, həm də öz qorxuluqlarını gedirmək üçün təkrar edirlər. İndi isə Əli bəyin həbsxanadan göndərdiyi mesajı dinləyin. Mənim və digər şəxslərin güya dövlət çevrilişi ilə bağlı DTX adından yayılan və hökumət mediası tərəfindən tirajlanan, əslində isə Real TV və yeni müsavat səviyyəli qara PR materialından fərqlənməyən video süjetləri hökumət televiziyalarından izlədim. Aydındır ki, DTX adından irəli sürülən bu iddialar başdan ayağa yalandır. Mən bilirəm ki, Azərbaycan cəmiyyəti məni tanıyır, siyasi fəaliyyətimin şəffaflığını bilir və bu cəfəngiyata inanan deyil. Bununla belə bəzi həqiqətlərin altını cızmaq istəyirəm. Əvvəl ay 2013-cü ildə Milli Şura o zaman mövcud olan bütün müxalif qüvvələrin, partiyaların, vətəndaş cəmiyyətlərinin və ziyalıların iştirakı ilə məhz avtoritarizmdən demokratiyaya dinc keçidi təmin etmək məqsədi ilə formalaşıb. Onun fəlsəfəsi dinc mübarizədir və buna görə də Milli Şuranın hər hansı formada zorakılıqda iştirakından söhbət gedə bilməz. İkincisi, Milli Şura fəaliyyəti dövründə 19 dəfə miting keçirib və onların heç birində nə dövlət hakimiyyətini zorla ələ almağa cəhd olub, nə də ictimai qaydanın pozulmasına yol verilib. Üçüncüsü, Milli Şuranın prezidentliyə ilk vahid namizədi və sədri Rüstəm İbrahimbəyov məhz Rusiyanın və şəxsən Putinin müdaxiləsi nəticəsində seçkilərə buraxılmadı. Onun ikili vətəndaşlığı vardı və o Putinə müraciət etmişdi ki, Rusiya vətəndaşlığından azad edilsin. Lakin bu baş vermədi və nəticədə Milli Şura ilk vahid namizədi ilə seçkiyə qatıla bilmədi. Bu tarixi faktdır ki, 2013-cü il seçkilərində Rusiya hakimiyyəti Milli Şuranın namizədini deyil, İlham Əliyevi dəstəklədi. Heç bir dezinformasiya bu faktı dəyişə bilməz. Mənə qarşı irəli sürülən növbəti absurd ittiham məni Rusiya ilə əlaqələndirmək və güya hakimiyyətə gəlsəydim Azərbaycanın KTMT-yə üzv olacağı barədə yalanını yaymaqdır. Bu sadəcə özünsən tipli ittihamdır. Uzun illərdir Azərbaycan hakimiyyətini korrupsiya, saxtakarlıq və Rusiya pərəst siyasətə görə tənqid etmişəm. Azərbaycanın MDB üzvlüyünə qarşı olmuşam. Rusiya sülh məramlarının Qarabağa yerləşdirilməsini tənqid etmişəm. Rusiya ilə müttəfiqlik bəyannaməsini və ölkədə rus dilli məktəblər şəbəkəsinin genişləndirilməsini açıq şəkildə tənqid etmişəm. Mənim fəaliyyətim hər zaman şəffaf olub. Partiyamızın qurultayında yeşilliklə qəbul etdiyimiz proqramda Azərbaycanın Avropa İttifaqına üzvlüyü və Avro-Atlantik məkana inteqrasiya əsas siyasi hədəf kimi müəyyən edilib. Mən dünyanın aparıcı media qurumlarında dəfələrlə çıxış etmiş, məqalələrimdə Rusiyanın və xüsusilə Putinin imperialist və ekspansionist siyasətini ardıcıl şəkildə tənqid etmişəm. Mənə qarşı irəli sürülən digər iddia məni Ramiz Mehdiyev və Abbas Abbasovla əlaqələndirmək cəhdidir. Cəmiyyət bilir ki, bu şəxslər uzun illər İlham Əliyevin komandasında yüksək vəzifələrdə təmsil olunublar və həmin vəzifələrə də məhz onun tərəfindən təyin ediliblər. Mənim isə həyatım boyu bu şəxslərlə heç bir əlaqəm olmayıb. Əksinə onların təmsil olunduğu siyasi komandaya qarşı mübarizə aparmışam. 2020-ci ilin Qarabağ mitingi ilə bağlı səsləndirilən ittihamlar da əsassızdır. Həmin vaxt xalqımız General Polad Həşimovun və digər zabitlərimizin şəhid edilməsinə etiraz olaraq səmimi şəkildə meydanlara çıxmışdı. Sonraki hadisələr zamanı baş verən təxribatlar və həbslər isə ayrı məsələdir və bunun məsuliyyəti təşkilatçıların üzərinə atıla bilməz. Bu məsələlərlə bağlı ittihamların əsassız olduğu məhkəmə proseslərində də üzə çıxmışdı və həbs olunanların bir qismi sonradan azad edilmişdi. İstintaqa və indiyədək keçirilən məhkəmələrdə ifadə verməmişəm. Bu deməyə sözüm olmadığı üçün deyil, sadəcə aparılan istintaq və məhkəmə proseslərini
qeyri-obyektiv hesab etdiyim üçündür. Mən cinayət törətməmişəm, əksinə mənə qarşı cinayət törədilib. İmkan tapdıqca bunu ictimaiyyətə çatdıracağam. Xalqımın ədalətinə inanıram və əminəm ki, həqiqət və ədalət gec-tez öz yerini tapacaq.